Ötən gün Bərdə rayonu Ləmbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyidi Qarabağ Suvarma kanalından tapılıb. Unikal xəbər verir ki, Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. O gizli rütbəsində xidmət edirmiş. İlkin məlumata görə Hafiz Zülfüqarov ürək tutmadan həyatını itirib, daha sonra isə Qarabağ Suvarma kanalına düşüb. Baş vermiş faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma tədbirlərinə başlanılıb. Əlavə məlumatlar veriləcək. Naftalanda qadını ilan vurub. Qafqaz İnfo xəbər verir ki, ilan Sancan 1987-ci il təvəllüdlü Könül Məmmədova xəstəxanaya yerləşdirilib. Zəhər əleyhinə zərdab vurulan qadının vəziyyəti orta ağır qiymətləndirilir. Bugün Şamaxıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Qafqaz İnfo xəbər verir ki, Abşeron rayon sakini 1953-cü il təvəllüdlü Sabir Səfəroğlu Xəlilov Quşçu kəndində dağdan yıxılaraq həyatını itirib. Onun dağlıq ərazidə çaşır bitkisi yığdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.